Bakıda uzun müddət doğma bacı qardaş küsülü qalıb. Küsüllüyə son qoymaları isə faciə ilə nəticələnib. Vaxtilə bacısından imtina edən qardaş ailə münaqişəsi zəminində artıq 4 aylıq körpəsi olan bacısını dəsmalla boğaraq öldürüb. Bakıda qardaş bacısını boğaraq qətlə yetirib. Qanlı hadisə paytaxtın Xəzər rayonu Şıvalan qəsəbəsində qeydə alınıb. Rayon polis idarəsindən verilən məlumata görə Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Tofiq Qədirov aralarında yaranmış münaqişə zəminində bacısı 25 yaşlı Ramiləni boğaraq öldürüb. Hadisədən ilk xəbəri qonşular tutub. Belə ki, qətli törədən qardaş bu barədə əvvəlcə qonşularına deyib. Bacı gələndən sonra yolu gezmək Bacı yaxşı bir bayram orada çıxınca, əvvəl söz edişim, saxlamaq bayramdan sonra yaxşı heç bayram olur. Xəzər rayon prokurorluğundan hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. İlkin məlumata görə qətlə yetirilən Ramilə Qədirova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən uşaq dünyaya gətirib. Bunu eşidən Tofiq Qədirov bacısından imtina edib. Lakin kanallardan birində yayımlanan verilişə çıxan Ramilə məhz onların sayəsində qardaşı ilə barışıb və 3 aylıq körpəsi ilə birlikdə onun yaşadığı evə yerləşib. Vallahi hadisə mən iş yerindeydim, işləyirdim adı Üsyanla. Kızım zəng elədi ki, bəs zəng eləyib ki, bacımı öldürmüşəm. Mən də zəng elədim polis idarəsinə. Özü də xəstədir, ruhu xəstədir bu adam. Neçə ildir. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Tofiq əməlini etiraf edib. Hazırda qətlə bağlı rayon prokurorluğunda istintaq aparılır.